Bugün Zəlimxanı Zəlimxan eləyən, 60 yaşında da səsini gür, nəfəsini gər eləyən, yumruğunu havada oynadan, arxamın dayağı, başımın tacı, gözümün nuru, dilimin şəhdi şirəsi, dilimin bismillahı, Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan milləti, Ulu Tanrı sizinlə olsun, Zəlimxan kimi oğullar tək-tək olmasın, minlərlə olsun, qüvvətim zorum torpaq, ocağım qorum torpaq, səndə bir iz qoymasam, alışsın görüm torpaq. Bu eşqlə, bu sevgiylə, bugün bu salona gəlməklə, mənim 60 ilimi 6000 il qədər uzadan xalqımın, millətimin hər bir övladına, ağsaqqalına, cavanına, körpəsinə, bütün burada əyləşənlərin şəxsində 50 milyonluq Azərbaycana, Təbrizdən Naxçıvana, Naxçıvandan Qarsa, Qarsdan Göyçüyə, Göyçədən Borçalıya, Qarabağa, Şəkiyə, Şirvana, harda səsimiz var, harda nəfəsimiz var, harda ruhumuz var. Ulu Tanrı heç yerdə o ruhu, o nəfəsi sındırmasın. Qarşınızda baş əyirəm. Eşq olsun sizə.